Bermud üçbucağı 10 illiklərdir dünyanın ən çox müzakirə olunan sirlərindən biri olaraq qalır. Şimali Atlantik okeanında Bermud adaları, Florida və Puerto Rico arasında yerləşən bu bölgə gəmilərin və təyyarələrin sirli şəkildə yoxa çıxması hekayələri ilə məşhurlaşıb. Az24 Daily Star-a istinadən xəbər verir ki, Bermud üçbucağının sirləri sənədli filmində geoloq Nick Hutchings Bermud adalarının qədim bir vulkanın qalıqları olduğunu açıqlayıb. Onun sözlərinə görə, təxminən 30 milyon il əvvəl bu vulkan okean səthindən yuxarı qalxıb, lakin zamanla aşınıb. Bugün suyun üzərində yalnız yuxarı hissəsi görünür. Tədqiqatçılar yerli süxurlarda çox güclü maqnit xüsusiyyətlərinə malik bir mineral olan maqnetit kəşf ediblər. Onun təsirini nümayiş etdirmək üçün Hutchings kompas və qaya nümunəsi ilə təcrübə aparıb. Qaya səthə qoyulduqda və kompas ona yaxınlaşdırıldıqda, əqrəb qeyri-sabit hərəkət etməyə və adi istiqamətindən yayınmağa başlayıb. Ekspert hesab edir ki, bu cür maqnit anomaliyaları keçmiş dənizçilər üçün ciddi problemlər yarada bilərdi. Naviqasiyanın yalnız kompasla müəyyən edildiyi bir dövrdə, hətta kiçik qüsur belə kursun təyin edilməsində səhvlərə səbəb ola bilərdi. Bu nəzəriyyə bütün yoxa çıxmaları izah etməsə də, Bermud üçbucağında baş verən bəzi sirli hadisələri elmi baxımdan izah etməyə imkan verir.